Hazırda ölkə ərazisində mövcud olan cəza çəkmə müəssisələrində ömürlük həbs cəzası çəkən 70 məhkum var. Onların sayı əvvəllər 136 nəfər olsa da ağır həbsxana şəraitinə dözməyib həyatını itirənlərdən sonra say 70-ə enib. Ömürlük həbs cəzası çəkənlər 90-cı illərdə müxtəlif səbəblərdən həbs olunanlardır ki, o zamanlar onlara ölüm hökmü verilib. Ölüm hökmü ləğv ediləndən sonra isə qanunvericiliklə onların cəzası ömürlük həbslə dəyişdirilib. 26-27 ildir həbs cəzası çəkən bu şəxslərin ailə üzvləri onların da əfv olunmasını istəyir. Hesab edirlər ki, 25 ildən çox cəza çəkən bu şəxslər çoxdan islah olunublar və əksəriyyətinə verilən ömürlük həbs onların işlətdiyi cinayətə görə həddindən artıq ağırdır. 27 il, 26 il həbs cəzası çəkən məhbus var. Bu hansı islahdan gedər? Onlar yaşlanıb 60-70 yaşları var. Mənim oğlumun 55-56 yaşı var. Bir də ki, ilk dəfə, yəni iştirakçı kimi. Neçə yaşında düşünür? 35 yaşında. Ömürlük həbs çəkənlərin ailə üzvlərinin, eləcə də bu cəza növrünün dəyişdirilməsini istəyənlərin bugün bir araya gəlmə səbəbi də belə məhkumların azadlığa çıxmasına nail olmaq idi. Ola bilər nəsə günah olubdur. Ola bilər ki, yenə deyirəm ki, ömürlük bəlkə də düşmürdü onun hərəkətlərinə görə. İndi o vaxtlar biraz qarışıq bir dövrüdür. Elələri də var ki, tutaq ki, 70 yaşını keçib, amma hələ ömürlükdədir. Biz demirik ki, bunlar hamısı günahsız insanlardır. Hər halda müəyyən hərəkət ediblər, cinayət törədiblər, amma bunların bir hissəsinin yaşı keçibdir, bir hissəsi əksəriyyəti 20 ildən artıq həbsdədirlər. Yəni bunlara da bir cəmiyyətin diqqəti olmalıdır, hökumətin diqqəti olmalıdır, hüquq mühafizə orqanlarının diqqəti olmalıdır. O zaman güllələnmə cəzası ömürlük həbs cəzası ilə Milli Məclisin qərarı ilə əvəzlənib. Hüquq müdafiəçiləri bunu yanlış hesab edirlər. Millət vəkili Çingiz Qənzadə deyir ki, ömürlük həbs cəzası alanlar qatı cinayətkar deyil. Orada elə məhkumlar var ki, mən həmişə demişəm və onların cəza siyasəti həyata keçirilərkən tələmtələsik qərarlar qəbul olunub və yaxud da ki, etdikləri əmələ adekvat olmayan cəza verilmiş insanlar var ki, onlar daha yaxşı olardı. 10 il, 12 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsinə ömürlük verilib. Bəzi hallarda, məsəl üçün, ittiham tərəfi, prokurorluq 15 il cəza istədiyi halda məhkəmə hakimiyyəti ömürlük cəza ilə məhkum edib onları. Bu şəxslərin bir çoxunun işinə yenidən baxmaq olar. Ömürlük həbsdə olanların hüquqlarının müdafiə komitəsinin üzvləri sonuncu amnistiya aktının müəllifi olan ölkənin birinci xanımı Mehriban Əliyevaya yaxınlarının ömürlük həbs cəzasından azad olunması üçün müraciət ünvanladılar.